بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ألف لام ميم. ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون. والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون. أولئك على هدى من ربهم وأولئك هم المفلحون. صدق الله العلي العظيم. اللهم صل على Muhammed Ali Muhammed. Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat selamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilər. Quran və şübhələr verilişində yenə sizin xidmətinizdəyik. Əziz ruhani Hacı Elnur Xudaverdiyevlə inşallah Allah'tan istəyimiz budur ki, Allah bizi Qur'ana, dinimizə xidmət eləməkdə müvəffəq eləsin inşallah. Hacı da salamlaşsın və verilişimizə başlayaq inşallah. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə dəyərli izləyicilərimizi salamlayıram inşallah. Allah bu müqəddəs yolda bizləri sabit qədəmlərdən qərar versin və bizləri müvəffəq eləsin inşallah. Amin inşallah. Hacı, keçən verilişdə yadınızdadırsa biz şübhələr haqqında danışmışdıq və neçə şübhə saymışdıq ki, təbii ki, o şübhələr başlanğıc olaraq, misal olaraq demişdik. İlk olaraq ən çox bu sual verilir ki, Quran Allah yanından deyil. Hətta Quran elmləri kitablarında da ilk mübahisə olunan məsələlərdəndir ki, Quran Allah yanından deyil. Quran vəhiy deyil. Quran, belə deyək də, insanların öz təxəyyüllərindən uydurduqları sözlərdir. Təbii ki, bunlar hamısı ağıllı insanların sözləri deyil. Vaxtı ilə Peyğəmbərimizin dövründə Furqan surəsindədir. Keçən verilişimizdə də biz bunu oxumuşduq. Furqan surəsinin 5-ci ayəsində ki, qalu əsatirul əvvəlin nəqtətəbəha fəhiyyə tumla aleyhi bukrətə vəəsilə. Ki, o vaxtın müşrikləri deyirdilər ki, Peyğəmbər bunu oradan-buradan toplayıb. Xristiyanlardan, nə bilim, belə deyək, Yahudilərdən, onların kitablarından toplayıblar və özlərinə görə səbəblər də gətiriblər ki, yox, bu ola bilməz. Çünki Allah qatı elə bir qatdı ki, ora uca bir məqamda, insan aşağı bir məqamda olduğu üçün bunların arasında belə deyək, əlaqə ola bilməz. Və bu əlaqə qeyri-mümkün bir şeydir. Bunu elə oradan-buradan, o kitabdan, bu kitabdan götürüblər və dəlillərin də nəydən gətirirlər? Ya Quranın sözü ki, Quran özü deyir. Əslində Quran belə deyək də müşrikləri qınamaq üçün dediyi bir sözdür. Yəni müşriklər peyğəmbərimizə deyirlər ki, sən bunu oradan buradan toplamısan. Maraqlısı bilirsiniz nədir hacı? Maraqlısı budur ki,
o vaxtın müşrikləri, 1400 il bundan əvvəlki müşriklərin dediyi sözləri bu günləri götürüb özlərinə savadlı deyən insanlar əllərində özləri üçün bayraq eləyiblər və deyirlər ki, zaman inkişaf eləyib filandır, amma özləri gəliblər 1400 il bundan əvvəl olan hər hansısa bir səhv əqidəli insanın sözünü ortalığa qoyurlar ki, biz inşallah bu verilişimizdə çalışaq ki, həmən bu məsələyə ki, doğrudan Quran vəhidir, Quranın ayələrinin vəhiydən başqa bir qaynağı var ya yox. İnşallah istərdim sizin fikrinizi bilək. Dəyərli Seydim, çox gözəl buyurdunuz. Təbii də mən hər şeydən əvvəl bir əsas mətləbə əziz dinləyiciləri istəyirəm ki, nəzər yetirsinlər. O da odur ki, ilk öncə biz gərək nəzər eləyək Quranın cavabına, Quranın baxışına. Quran ki, siz məsələn bu günləri istəyir Yahudi tayfasından, istəyir Nasrani, istəyir Quranı sevməyənlər, Quranı müxalif olan dəstələrin bir çox gətirdiyi dəlillər ortaya atırlar ki, Quranda şübhə yaratmaq, insanlarda şübhə yaratmaqdan ötəri. İlk öncə biz Quran-ı Kərimin özünə baxaq. Quran-ı Kərim təqribən neçə əsr, 14 əsrdən artıqdır ki, öz Quran-ı Kərimində bunu bizlərə nəql edir. Quran nə deyir? Məsələn, buyurur ki, əvvəldə bu ayət ki, məsələn, özüm tilavət elədim. Məsələn, əvvələn Allah buyurur ki, Zalikəl kitab la raybə fi. Bu elə bir kitabdır ki, bunda şübhəyə ehtiyac yoxdur. Şübhə eləməli bir məqam da yoxdur. Şübhə yeri yoxdur. Şübhə yeri yoxdur. Yaxşı. Və bu şübhə çıxardanlar ki, şübhəni atırlar ortaya, Pərverdigar aləm. Bəs bunlara nə cavab verək? Allah burada çox gözəl bir məqama toxunub. Bax, bir ayədə gətirir ki, Bəqərə surəsinin 23-cü ayəsində və in kuntum fi raybin mimma nazzalna ala abdina fa'tu bi suratin min misli və şuhada. Əgər mənim sizə yolladığım Quran-ı Kərimdə şübhəz varsa, əvvələn deyirəm ki, bu Quranda şübhələməli bir məqam yoxdur. Yox, əgər siz şübhə eləyirsinizsə, kimlərsə ortaya bir şübhə atırsa, onda elə hər deyən sözünü oturdurmayacaq ki. Hər bir söz nə istəyir? Subut istəyir, dəlil istəyir. Gətir subutu. Allah bizə deyir, deyir, əgər bu Quran-ı Kərimdə sizin şəkki şübhəz varsa, deyirsiniz möcüzə deyil, deyirsiniz vəh deyil, bu keçmişdən qalıqlardır və bir çox ortaya problemlər atırsınız, şübhələr atırsınız. Əgər siz həqiqətən siz deyəndirsə, Quranda bir dənə surə kimi fətu bi surətin min misli. Başqa yerlərdə hətta məsələn bir ayəyə qədər gəlib çıxan yerlər. İşarə eləyəcəm ona. Əvvələn ki, bir dənə surə gətirin. Quranın 114 dənə surəsi var. Bir surəsini gətirin. Bəzi surələr var 3 ayət. Kavsar surəsi. İnna ataynakal kavsar fəsalli li rabbika vanhar inna şaniyaka huvel abtar. Ayə qurtardı, surə qurtardı. 3 ayə. Allah deyir ki, bir dənə surə, amma ağzıva gələni yox. Yadıva gələr Seyid Peyğəmbərin dövründə bunlar yığışdılar, bəli. Dedilər ki, belə bir sözdür, ayə gətirib Allah Taala biz buna cavab olaraq nə edək? Zamanəsinin ən böyük alimləri yığışdılar. Dedilər ki, burada buna bir cavab verməliyik. Nə qayraq? 1 il möhlət götürürlər. Bəzi hədislərdə 3 il möhlət götürdülər ki, hərə getsin, öz yerində hazırlaşsın və filan vaxtı burada yığışacaq, öz topladığımızı, öz dəlillərimizi ortaya qoyacaq ki, biz buna cavab gətirək. Qurana alternativ. Və yığışdılar həmin məqamdan sonra. Dedilər, o dedi, sən nə elədin? Onların adları var, mənim zehnimdə deyil. O dedi, mən bir şey gətirə bilmədim. Bu dedi, mən bir şey gətirə bilmədim. Onlardan biri dedi ki, mən də bir şey gətirə bilmədim, hazırlaya bilmədim. Amma bir şey hazırlamışam, deyirəm sizə, görün, məsləhətdir, bunu ataq ortaya. Dedilər, nə hazırlayırsan? Dedi ki, belə bir Quranın Fil surəsinə uyğun bir surə, Əl-Fil, Məl-Fil və ma ədrakə Məl-Fil və huvə xortumun təvil. Fil. Hətta mən və inəbiv və belə bir şey də sən əlavə eləmişlər. Fil. Və ma ədrakə məl-fil. Sən nə bilirsən fil nədir? Və huvə xortumun təvil. Onun uzun bir burnu var. Mənə yoxdur ya. Qısa quyruğu var. Mənə yoxdur ya sözdə. Allah belə demir. Allahın hər bir kəlməsinin ayəsinin hər bir... Üzr istəyirəm, sözünüzü kəsirəm. Keçən dəfə bir nəfər var idi. Sual vermişdi dəvə haqqında ki, yəni dəvə haqqında bəzi hədislərimiz də var ki, şəri hökmlərdə də. Mənə dedi ki, bu
necə ola bilər də? Yəni bu dəvənin xüsusi bir xüsusiyyətləri var ki, mən o məsələlərə keçmək istəmirəm. Mən ona qısa bir cavab verdim. Dedim ki, Allah bu belə heyvanlar var. Yalnız səhv eləmirəmsə Əbəsə surəsində buyurur ki, əfəla yanduruna iləl ibli keyfə xuliqət. Niyə baxmırsınız dəvəyə ki, mən onu necə yaratmışam? Nə üçün Allah məxsusən dəvəni misal vurur? Çünki doğrudan çox sirli bir, yəni heyvandır da özünə məxsus. Yaradılışı çox belə maraqlı sirlərlə dolu. Bəli, heyvandır. Deyim ki, əgər Allah bu belə heyvanların içərisində bunu xüsusi olaraq bizə işarə edir ki, niyə baxmırsınız bu təəccüblü heyvana? Deməli, bunun xüsusi bir özəllikləri də var ki, o hədislərdə o haqda deyilib. Odur ki, bunlar gedib o fili tapıb gətirəndə heç özləri də bilmirlər. Elə, yəni qafiyə düzəldmək olur ki, onlar qafiyə düzəldiblər. Nəzərlərində onu tutublar. Sonra maraqlı nədir? Ayənin davamı çox şirindir. Yəni, həqiqətən izləyicilər əgər qəlbən bunu dinləsələr, ya da kef eləyərlər. Ayənin davamında buyurur ki, vədə şuhədəkum. Təkli ilə bacarmayacaqsınız. Təkli ilə gücü çatmayacaq. Gedin şahidlərinizi, köməklərinizi toplayın. Artıq hədd qoymur Allah. Mübariz tələb eləyir. Mübariz tələb, kimi çağırırsınız? İndi biz deyək, o vaxtki dövrdə inkişaf yox idi, elmi inkişaf zəif idi. Bu günləri elmi inkişaflar, texnologiya nədə inkişaf eləyib? Düzdürmü? Bu günə kimi bu kəsəbi ayə sözü yerindədir. Allah dəvət eləyir. İkinci ayədə nə deyir? Allah Teala buyurur ki, başqa bir ayədə və min dunillah in kuntum sadiqin. Əgər düz deyirsinizsə. Sonra başqa bir ayədə bu ki, fətu bi kitab. Bu kitab kimi bir kitab gətirin. Bu hansı surədədir? Qəssəs surəsinin 29-cu ayəsində. Demişsiniz Quran keçmişin qalıqlarıdır və yaxud nə? Bu Quran kimi bir Quran gətirin. İçində o hikmətlər, o xəzinələr o formada olsun. Acı, mən sözünüzü kəsərək bir söz deyim. Mən bir dəfə bizim bir şagirdlərdən biri var idi. Gəldi, hər hansı bir ateistin sözünə baxıb qulaq asmışdı. O da təbii ki, Quranı həmən bax bu mövzuda ki, Quranı bu günləri şişirdiblər, gətirib bu yerə çıxardıblar. Əslində elə Quran sözləri, ay nə bilim, Quran kimi bir Quran gətirmək olmaz. Güya bir nəfər tapılıb, belə bir kitab gətirib. O kitabın da adı təqribən Furqan adı ilə olan bir kitabdır. Bu ki, eyni ilə sözləri, Quran sözləri filan. Yəni, Quranın elə bir ki, alternativi yaradıb. Amma ki, bu insan özü yazıb bunu. Səhv eləm, ərəb ölkələrindən birində idi. Eləsən, Livandan olmalı idi həmən o kitabın müəllifi. Doğrudan mən o kitabı yazdım internetdə, tapdım, baxdım, gördüm ki, doğrudan elə bu burada elə bil ki, Quranın sözlərini götürüb, öz dilində, həmən o eyni ilə elə əlfil, məlfil və madrakə məlfil. Amma indi biraz elə bil ki, biraz emosiya qatıb ona, emosional sözlərdən istifadə edib, biraz sevgi sözlərindən istifadə edib ki, təsirli olsun. Öz aləmində də belə fikirləşib ki, güya bu bir kitab ortalığa gətirib. Mən o şagirdimizə dedim ki, bəli, bunun içərisində sözləri elə bil ki, oxşadıb nəyəsə. Amma indi əsl məsələ odur, bu sözlərin dərinliyi var, təfsiri var, yoxdur. Əgər doğrudan da bu günlər İslamın ya Quranın nə qədər düşməni var? Əgər bunların bu düzəltdikləri möhtəşəm bir şey idisə, niyə görə bu günlər işıqlanmayıb bu məsələ? Əgər doğrudan möhtəşəm bir şey olsa, işıqlandırıb çıxartmışdılar da üzə və cəmaət də onu oxuyurdu. Hər bir şey Allahın kitabı, vəhiy olmağı ondan ibarətdir ki, həm elə bil mübariz tələb edir. Mübariz tələb eləməklə yanaşı, ilbəil onun nuraniyyəti bütün hər bir şeyi özünün belə də əhatəsi altına salır. Öz işığı hər yanı bürüyüb ovursilər qaranlıqda qalıb. Bəli. Davamında buyurur ki, fəhtu bi əşr suverin misli, başqa bir ayədir. 10 ayə. Bu hansı? Hud surəsinin 13-cü ayəsində. Bunlar hamısı Allah meydan oxuyur. Bəli. Yəni sizin əgər şübhəniz varsa, fəhtu bi əşr suverin. Başqa bir ayədə, 3-cü dəlil Quran-ı Kərimdən, fəhtu bi surətin misli. Burada deyir ki, fəhtu bi surətin misli. Bəli. Vəd'u mən istəta'tum. Kimdən istəyirsiniz? Quranın bu surəsi kimi bir surə gətirin, əgər gücü çatırsa. Və arxasıca, arxozca ən güclüləri yığın arxoza. Yəni, indi müasir dillə deyilsin. Dünyanın ən irəlidə getmiş öndər alimlərin yığız arxoza, onlardan kömək alın, onlardan dəstək alın, bir dənə surə kimi surə gətirin. Bu ayə. Bu da bu ayə. Bu 4 dənə dəlil Quran-ı Kərimin
Onlar ki, Qurani-Kərimdən şübhə yaratmaq istəyir. Deyirlər ki, Quran möcüzə deyil, Quran vəhy kitabı deyil, Quran əsatirül əvvəlin, keçmişlərin qalıqlarıdır. Qurani-Kərim çox gözəl, çox şirin təbirlə bunlara cavab verir. Sadəcə bir düşünmək lazımdır. Həqiqətən Quranın özü özünə yetər. Burada mən başqa bir hədis gətirmədim ki, orada hədisdə bir desinlər ki, filan hədisi özüdən uydurubsuz, filan sözü. Qurani-Kərimin özü. Həm Qurani-Kərimin özü belə deyək, ayələri sübut eləyir ki, həm onun mübariz, yəni meydana mübariz istəməyi, yəni adət üzrə pəhlivanlar görürsən, o qədər özünə arxayındır ki, gəlir çıxır meydana, deyir gücü çatan var, gəlsin mənim qarşıma çıxsın. Əmr ibn Əbdəvid eşitmişikdə gəldi, çıxdı, dedi müsəlmanların içərisində var gücü çatan çıxsın mənim qarşıma. Yəni bu özünə o qədər arxayın idi. Quran bu günləri belə deyək, bizim tələbəlik dilimizlə desək, bila təşbih, oxşadmaq olmasın. Quran doğrudan mübariz tələb edir ki, bacarırsınız gəlin də. Hətta mən bir yerdə mənə rast gəlmişdi. Bir nəfər bu süni intellektdə belə bir, bu süni intellekt ki, hal-hazırda çox yayılmışdı. Orada o süni intellektdə sual verir ki, mənə Tövratın sözlərinə bənzər bir sözlər düzəldə bilərsən. Süni intellekt onun üçün düzəldir, verir. İncildən deyir. Deyir, Quran kimi bir söz düzəldə bilərsən, deyir ki, yox, onu bacarmaram. Yəni, indi bu süni intellekt nə qədər belə deyək də bu günləri inkişaf eləmiş bir şeydir. Təbii ki, biz deyə bilmərik ki, onun hər tərəfi mükəmməldir, zəifliyi də öz yerində. Amma o məsələnin özündəki, yəni Quran elə bir kitabdır ki, doğrudan onunla mübarizə aparan yalnız məğlub olacaq. Təbii. Və bu şübhə ki, Peyğəmbər insandır, belə deyək, aşağı təbəqədir. Allah ki, uca varlıqdır. Bunların arasında əlaqə ola bilməz. O insanlar insanın əsas hissəsinin ruh olduğunu hələ qəbul eləyə bilməyiblər. Bilirsiniz, bizi ki... Problem də oradan başlayır. Bəli, yəni biz ki, uca Allah yaradı və bizə öz ruhundan belə deyək də üfürüb və biz Allahın ruhundan, nurundan yaranmış bir varlıqlar. Bizim əsas hissəmiz ruhdur. Əsas elə varlığımız ruhdur. Sabahlar və ruh olmayandan sonra biz heç də yoxuq. İnsan bu özün təskiyə elədikcə, insan belə deyək, o ki, bizim düşüncəmiz ki var ki və o ibadət əməlləri ki var, o ibadət əməlləri ilə insan özün elə bir kamillik dərəcəsinə yetirə bilər ki, o mələkut aləmi ilə də əlaqə qura bilər. O insanlar bunu hələ dərk eləmirlər. Çünki o insanlar ruhlarını o qədər öldürüblər. Mən mütaliəmdə hacı bir məsələyə də rast gəldim. Deyir ki, əgər bu insanlar təəssüfkeşliklərini də yerə qoysalar, bu insanlar belə deyək də, desələr ki, yox, biz Quranı öyrənmək istəyirik, belə yenə onların batinlərində o qədər bu xəbislik, üzr istəyirəm ifadəmə görə, var ki, bunlar yenə də gəlib o istədiklərinə nail ola bilməyəcəklər. Çünki ruhlarını kirləndiriblər. Odur ki, Qurani-Kərimin vəhy olmamasını qəbul eləyənlər ya insanın əsli yaradılış ki, ruhdan ibarətdir, onu qəbul etməməkdir. Ya da ki, bu problemlərin yaranma səbəbi var ki, bu günləri bəzi ölkələrdə ki, müsəlmanlarla problemi olan insanlar ki var, onlar ki, adların şərqşünas qoyurlar, bu problemləri ortalığa qoyurlar. Ki, Quran vəhy deyir, bunların özlərinin səbəbləri var. Neçə səbəb var ki, bunlar bu səbəb əsasında bu günləri, bu şübhələri ortalığa atırlar. Birinci o səbəb nədir? Birinci səbəb budur ki, bunlar istəyirlər ki, Quranın o müqəddəsliyin, yəni Allahın sözü olduğunu insanların zehnindən çıxarsınlar. İnsanlar desinlər ki, adi sözdür də. Adi kitab deyil. Bunu oxusam da olar, oxumasam da olar. Mən istəyirəm bu Quranın müqəddəsliyinə aid bir söz danışam. Allah ömrünə bərəkət versin. Bizim bir ustadımız vardı. Deyirdi, həmişə Qurana çox dəyər verin. Quran elə bir kitabdır ki, insan onu oxuduqca özü hörmət tapar, özü ləyaqət tapar. Çalışın Quranı doğrudan, yəni bacardığınız qədər dəyər verin.
Yəni Quran insanı qazandırar da. Bəli. Yəni biz nəyimiz var? Qurandan əldə eləmiş olarıq. Heç vaxt da insanlar gərək Qurana laqeyd qalmasınlar. O deyir bir nəfər var idi, özünün məxsus bir Quranı var idi. Hara gedərdi bu Quranı özü ilə apardı. Quran qarisiymiş və Quranı da çox sevərmiş. İndi cildi nə imiş, ya xatirəsi var imiş. Deyir həcc ziyarətinə etmişdik. Orada Kəbənin ətrafında mən Quran oxuyurdum. Quran oxuyurdum orada. Deyir gördüm ki qulağıma belə bir səs gəlir, belə zümzümə gəlir. Gördüm məsələn bir şeir oxuyurlar ərəbcə. Mən Kəbənin yanında Quran oxuyuram, biri başqa söz oxuyur. Yaxınlaşdım dedim qardaşım nə oxuyursan? Dedi Yezidin şeirlərini oxuyuram. Deyir özümə dedim görsən Yezid bu şeirlərdən nə deyib? Adam bir alardı, mütaliə eləyərdi. Deyir nəsə heç belə şey oldu, üstündən biraz keçdi. Yenə bu adamı gördüm. Gördüm Kəbənin ətrafında oxuyur. Yaxınlaşdım buna. Dedim ki, qardaş o kitabı verə bilərsən mənə? Dedi, yox, onu sənə niyə verim? Onu mən sənə verə bilmərəm, bu mənim özümə məxsusdur. Deyirdim, nə olur, kitabı da gedərsən alarsan. Bizim ölkəmizdə yox. Dedi, yox, mən dedim, bu razılaşmadı. Dedi, bir şərtlə verirəm. Dedim ki, nədir şərtin? Dedi ki, Quranı ver mənə, bu Yezidin şeirlərini verim. Dedim, yox, mən Yezidin şeirinə Quran dəyişmərəm. Nəsə şeytan girdi qəlbimə. Dedim ki, Quran'da gedirəm, bir də Quran alaram, o Qurandan taparam. Nəsə dəyişdim. Deyir, Allah mənim əlimdən tövfiq aldı. Mən də Quran oxuya bilmirdim ki, mən Yezidin şeirinə Quran dəyişmişəm. Quran müsəlmanlar üçün bir həqiqətdir. Və həmən o şübhələr ki, hacı ortalığa atılır, bu şübhələrin əsas məqsədi nədir? İslama zərbə vurmaq və bir də İslamın həqiqətləri var. Quran nə üçün nazil olub? Quranın nazil olması İbrahim surəsinin əvvəlində Allah buyurur ki, Allah bu kitabı nazil edib ki, sizi zülmətdən çıxardıb nura aparsın. Yəni sizi hidayət eləsin. Allah bu kitabı insanların hidayəti üçün göndərib. Əsl məsələ odur ki, bu şübhələri ortalığa atırlar ki, insanlar bu İslamın həqiqətlərini gizləsinlər. Və ikinci məsələ, bunların, özlərin, başqa dinlərin tərəfdarı kimi, onların tərəfini saxlayanlar kimi, yəni bizdə havadar deyirlər. Havadarı kimi göstərirlər ki, bunlar bu yolla elə bir ki, özlərin o başqa dinlərə şirin göstərsinlər, İslamın yayılmasının qarşısını alsınlar. Və üçüncü səbəb də budur ki, çalışıblar ki, müsəlmanlar, belə deyək, bu müsəlmançılıqda ki, bəzi çətinliklər var, nə bilim, gərək bunlara təmiz diqqət eləyəsən, halala diqqət eləyəsən. Bu çətinlikləri elə bir ki, bəli, insanların gözündə böyüdələr. İnsanlar müsəlmançılıqdan başqa dinlərə üz tutsunlar və müsəlman düşüncəsini zəiflətsinlər. Amma əslinə qalanda deyirlər müsəlmançılıq çətin şeydir. Elə insanlıq müsəlmançılıq deməkdir. Hamısı insan kimi yaşamaq üçün çox çətin bir məsələdir. Əslində insani keyfiyyətlərin hamısı Qurani-Kərimin özündədir. Qurani-Kərimin yolundadır. Bu günləri məsələn biz dünyamıza baxsaq, əgər dünyaya nəzər eləsək, dünyanın zülmətə doğru getməliyin əsas səbəbi nədir? Qurana əməl olunmamaq, Qurandan uzaqlaşmaq. Hətta bunu müsəlman eləyir. Hətta bunu müsəlman dəstələr eləyir. Niyə? Quranla tanışlığı yoxdur, Qurandan uzaqdır. Bəzən Quranı insanlara tərəf radikal göstərirlər. Bəli, amma müsəlmanları bəli. Quranı müsəlmanları bəli. Müsəlmanın bəzən bir zamanlar oldu Suriyada harda müsəlmanları radikal kimi dünyaya göstərir. Yəni müsəlmanlar Quran bu cürlə radikaldır, İslam bu cürlə radikaldır. Amma İslama bax, İslam nə deyir? Deyir bir dənə bədənindən səbəbsiz yerə tükü dartıb çıxardasan haramdır. Niyə? Əmanətdir. Bədən sənin Allahın sənə verdiyi bir əmanət. Haqqın yoxdur, ona zülm. Bir dənə təhlükə. Bir dənə tükü bədəndən dartmağa Allah icazə vermir. Bu İslam necə radikal ola bilər? Bu İslam və yaxud İslamçı necə baş kəsə bilər? Necə zülm eləyə bilər? Necə başqasının haqqına girə bilər? Bir dənə mənim özümə aid olan tükümü Allah bədənimə icazə vermir çəkməyə. Budurmu? Quranın bizə nə deyir? Quran bizə deyir paçlıq. Mən paçam, mən paçlığı sevirəm. Siz də istəyirəm paç olasınız. Quran deyir ki, mən istəyirəm qonşularla məhəbbət olasınız, insanlarla məhəbbət içində yaşayasınız. Quranın bütün gözəllikləri, Qurandan başqa kitabda, başqa bir dində, başqa bir məzhəbdə axtarasan, tapa bilməyəcəksən. Bunu görmək istəyənlər baxsınlar başqa bir məzhəblərə, başqa bir firqələrə, başqa bir
necür deyim, millətlərə, onda görəcəklər ki, Quranı biz sadəcə olaraq ya Quranla tanışdığımız yoxdur. Və bu necə deyirlər, bu proqramın əsas hədəfi nədir? Biz deyək ki, Quranı tanıtdıraq cəmiyyətə ki, Quran o sizin fikirləşdiyiniz Quran deyil. Quran gözəllik mərkəzidir. Və Hacı, növbəti söz bu idi ki, bunlar deyirlər ki, Quran başqa kitablardan götürülmə bir sözdür. Quran buyurur ki, sizin iddia elədiyiniz o kitablar fəsih ərəb dilində deyil. Yəni istər Tövrat olsun, istər İncil olsun, istər Zəbur olsun, başqa kitablar ki var. Bunlar ərəb dilində deyil. Siz ki, əgər iddia eləyirsiniz ki, Peyğəmbər bu kitabı özündən yazıb və yaxud gedib kimlərdənsə öyrənib gəlib, bu elə bir düşüncədir ki, yəni necə ola bilər ki, fəsih bir dildə yazılmış söz başqa bir sözdən öyrənmiş ola. Mən bu sözü burada deyirəm, bizim o tələbə yoldaşlarımız, bizim tanıdığımız doğrudan belə iddialı tərcüməçi dostlarımız var da. İstənilən dildə tərcüməçi yoldaşlar görmüşük, tanıyırıq, məxsusən ərəb dilində. Quranın özünün belə istənilən dilə tərcüməsi, yəni birbaşa tərcüməsi, hərfi tərcüməsi, yəni mümkün deyil. Yəni sən onu əgər istəyəsən ki, ərəb dilində, sən onu Azərbaycan dilinə, yəni belə deyək də, şərh vermədən açıqlayasan, o mümkün olan bir şeydir. Hətta mən bir dəfə rus dilində bir şey mənə rast gəlmişdi. Bu skvazniyak deyilən bir şey var. Pəncərənin bir tərəfini açdım, bir tərəfini açdım, külək çəkən. Deyir, onun bizim özümüzün birbaşa Azərbaycan dilinə bir kəlməsi yoxdur. Yəni sən onu əgər istəsən tərcümə eləyəsən bizim dilimizə, hökmən o 2 kəlmədən ya 3 kəlmədən ibarət olur. Bu necə ola bilər ki, Peyğəmbər gəlsin, fəsih bir ərəb dilində Quran kəlmələr desin, onu geçsin Tövratdan öyrənsin, İncildən öyrənsin. Qeyri-fəsih kitablardan. Qeyri-fəsih kitablardan öyrənib, gəlib fəsih dildə danışsın. Əslisində bəli, bu kitabın sözləri və bu kitabın, belə deyək, o əsli özəyi ki var, başqa kitablar, dəyişilməmiş kitabların özəyi ilə bərabərdir. O kitablarda, o dinlərdə bir Allaha ibadətə insanları səsləyiblər. Bu da. O insanlar hədəf eynidir. O insanlar ki iddia eləyirlər ki, Quran Allah yanından deyir, onlar özləri yadlarından çıxardıblar ki, bu sözlərdən öz kitablarını da inkar eləyirlər. Yəni məsələlər... Adi məsələn, bir dənə misal gətireyim. Məsələn, ərəb dilini tərcümədən siz söhbət elədiniz. Adi bir dənə bizdə dəvə deyirlər. Balası da dəvədir, amma böyücü də dəvədir. Amma ərəb dilindən zənginliyin deyirəm. Ərəb dilin. Əgər dəvə anasının qarnında bir adı var. Dünyaya gəldi bir adı var. 1 illiyində bir adı var. 3 illiyində bir adı var. Dünyaya bala gətirdi, bir balası oldu, bir adı var. Təsəvvür edin, bir dənə dəvənin nə qədər zəngin adı var. Ərəb dilində də zəngin dildir. Quran-ı Kərimdə bütün kəlmələr bu cür nədir? Eyni cümlə ilə tərcümə eləmə qeyri-mümkün. Quran ki deyirlər fəsahət, bəlağət, hikmət. Bunu başqa kitablarda, qeyri kitablarda, Tövrat olsun, İncil olsun, Zəbur olsun və hər hansı bir kitab olsun, bu bəlağəti, bu fəsahəti, bu dərinliyi, bu hikməti tapmaq qeyri-mümkün. Bu ancaq biz gedirik, Quran möcüzədir, yəni bu. Bəli. Mənim yadıma elə bir tərcüməçi qardaş vardı, Quran tərcümə eləyirdi. O özü deyir ki, mən çox əziyyət çəkirdim Quranı tərcümə eləməkdə. Çünki Quranın deyir elə sözləri var ki, onu bizim dilimizə birbaşa tərcümə eləmək olmur. Bizim hal-hazırda ölkəmizdə də tərcümə olunmuş Quranlar var da, mərhum Vasif Məmmədəliyev, Ziya Bünyadov tərcümə eləmiş Quran var. Onun özündə də baxırsan, görürsən, tərcümə eləyib bir mötərəzə içərisində də hər hansısa bir sözü azlıq eləyir. Bəli, azlıq eləyir. Yəni ona görə bu ümumiyyətlə mümkün olan bir şey deyir ki, sən gedəsən qeyri-fəsihdən gəlib fəsih bir söz yaradasan və istər öz dövründə olsun və istər 1400 ildə olsun və meydan oxusun ki, əgər bacarırsınız siz də gətirin. İnşallah burada gələn bəhslərimizdə bunu yekunlaşdıraq. İnşallah bu mövzumuzu genişdir, çox da şirin davam elətdirərik inşallah. Ümidvarıq ki, faydalı olar və yenə də əziz izləyicilərimizdən istəyimiz odur ki, hər hansısa bir məsələ
bizim gətirdiyimiz dəlillər sizləri qane eləməsə şərh bölməsində yazın. Sizlər üçün şübhəli olan məsələləri də qeyd eləyin. İnşallah bacardığımız qədər cavab verməyə çalışacağıq. Allah hamımızın yar və yardımçısı olsun. Sağ olun.